Özünüzü təqdim eləyin, zəhmət olmasa. Cavadova Zənfirə Xulam qızı. Zemfirə xanım, hardan gəlmişsiniz? Bakının Zirə kəndindən. Nə gözəl. Gələndə nə şikayətləriniz var idi? Doktor, ayaqlarım çox şişmişdi də. Şişmişdi, gezə bilmirdim. Yara da vardı parmaqlarımda. Allah sizə can sağlığı versin. Zəli ilə, arı ilə, məlhəmlərlə. Şükür, sevinirəm ki, ayaqlarım yüngül olub. Şişi çəkilib, temiz demək olar ki, şişi çəkilib. Allah köməyiniz olsun. Xəstələrə və canla, başla belə qulluq eləyirsiniz. Vallahi sahabdır, billah sahabdır. Xəstələr gəlir, mənim kimi nə qədər iğnə, dərman, bunlar kömək eləmədi. Gəldim, burada şəfa tapdım. Allah can sağlığı versin, həmişə işinizin başında olasınız. Kömək olasınız xəstə insanlara, xəstələrə. Gəldim, mən dışarı, ayaqlarımı şişi temiz çəkilib. Ona görə gəlmişdim mən. Bizi hardan tapdınız Zemfirə xanım? Televizordan. 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 Demək, Zemfirə xanım bugün mənim üçün hədiyyələr gətirib, öz əl işləridir, toxuduğu əl işləri və indi təbii ki, mən onları göstərəcəm efirdə, ayrı bir formada görəcəksiniz. Çox gözəl, nəfis hazırlanmış əl işləridir. Adamın elə ürəyi necəsə, gördüyünüz bu gözəllik həm üzündə, həm ürəyində görünür. Əlləri də qızıldı, maşallah. Mənim ilk dəfə gördüyüm bir möcüzəvi bir qab gördüm, onda efirdə sizə göstərəcəm. Mütləq göstərəcəm. Yaxında görəcəksiniz. Çox sağ olun. Sağ olun, doktor. Sağ olun. Həmişə. Şəxsinizdə bütün xəstələrimizə şəfa deyir. Amin Allah. Amin. Amin. Sizə də Allah can sağlığı versin.